Və bu kadrlara baxaq. Geç otur içəridə. Ay, geç otur orada. İstəmirəm, ailəsi də olsun. Geç otur orada. Geç otur orada. Ha, nələr olmuş? Gid əlinizi sürürsün. Gəl, Bağışta olur. Bak verdim ben ya. Geldi onu söyle. Bağışta. Ceylan bağışta. Herkesi böyle içine bağışta. Çox üzr istəyirəm Zahir bəy. Ümumiyyətlə Arzulu söhbətlərdə nə gəzir? Arzu. Ayrılıq da bu adamlar. Çox Mənim tarsın bir geçir. sualım da var. Arzu. Bir saniye değerli ekspertler. Arzu. Çok maraqlıdır. Sənin mövqeyin nə idi? Mövqeyin oydu ki, Aygün, Ceyrana xahiş elə, minnətçi düş, yalvar yaxar ki, səni qaytarsın və ailə dağılmasın da. Elədir? Belə olan halda sən Ceyrana yaxşı necə olur ki, geyirsən ki, sənin xəbərin varmı Aygün sənin haqqında nələr danışır? Mən? Bəli, sən. Kimə? Ceyrana. Hasan? Sənin Oteldə. Oteldə nə? Oteldə mən sizi görmüşəm. Oteldə bəli, biz getmişdik. Sən də dedin ki, dalıca nələr yağdırır. Mən deyirəm ki, onlarda belə bir şey mən görməmişəm. Yəni bizim xeyrimizə deyibdi Arzu. Yəni bu mənada. Deyən bu deyib. Sən bu qədər burada Qoy deyim də Arzu, bir imkan ver Arzu. Sən tərəfinə həmişə saxlamışsın. Arzu deyirəm. Axıra qədər dinlə. Danış. Axıra qədər Ədalətdən dinlə. danış. Zahir müəllim, bir dəqiqə o səsini dayandırsın, mən deyim də söz. reklamlardan sonra. Lütfen. Bana salamlayıram, hamımızın axşamınız xeyir olsun. Tutulan oruçlar, tutulan niyyətlərini Allah hər kəsin öz ürəyinə görə öz duasını qəbul eləsin. Amin. Zahir müəllim, mən sizdən bir şey xahiş edəcəm. Bu xahiş ki, mən dəyərli sənətkarımızı, Rəqsanə xanımı da salamlayıram buradan. Yəqin ki, istəyir, yəqin ki, indi rastına çıxacaq. Mənim sözüm, minnətdarlığımı bildirirəm hər bir təklifə görə. Burada mənə çox qınarlar ki, Aslan nəyəsə görə burada addım atır. Mən nəyəsə görə yox. Mən bir şey deyirəm, nə anamı atmamışam, burada hamı şahid ola bilər. Nə anamı atmamışam, nə Aygün atmamışam, dəfələrlə burada bu sözü demişəm. Və mənə istəyir, hansısa bir sosial şəbəkədə fərq edəmir. Mən bu üçün bir şey deyəcəm. Mən konkret ortada qalmışam. Mən başımı o dərəcəyə gəlib çıxmışam ki, bugünkü gün. Mən çıxıb getmək istəyirəm. Mən anamı atmıram. Atmayacam da. Amma uzaqlaşmaq istəyirəm. Xahiş edirəm, mən sabah studiyaya gəlməyəcəm. Bir müddət bir uzaqlara bir yerə çəkiləcəm. Nöqtəni burada mən qoydum. Çünki konkret diyorum, buradan çıxırıq, evə geri, Aymad danışma. Mövzu orada olduqlarında Aymad danışma. Marşrut avtaksiya minliyi hər kəsin yanında mənə alçaldırsan. Mən dedim deyəcəm. Hər kəsin yanında mənə alçaldırsan, aşağılayırsan. Mənim öz qeyrətim var, öz namusum var. Bütün hamıdan oldum siz ikinizə görə. Mən ortaq məxrəcəyə gətirib çıxarda bilmədim. Hər kəsdən siz ikinizə görə mən oldum. Oğlum deyən, Mən istəmirəm. Mən yaşamaq istəyirəm. Mən cavanam. Mən cavanam. Mən yaşamaq istəyirəm. Axır ki başa düşdüm bunlardan. Sürmüşəm. Sürmüşəm ki Axır ki başa nöqtə. düşdüm. Yəni boğuluram. İçərdən boğuluram, amma mən həqiqət deyirəm yaşamaq istəyirəm. Bilirəm. Bugünkü gün mənə ev də vermirlər. Bugünkü gün konkret mən çöldərdəyim, özün də görürsən. Bir gün onun qapısında, bir gün bunun qapısında. Mən elə olmuşam indiyə kimi. Mən indi olmuşam indi. O vaxta qədər mən elə olmuşdum, yox. Ata da qapısına qoymur, əmi də qapısına qoymur, dayı da qapısına qoymur, heç kəs qapısına qoymur. Lazım idim mənə. Lazım deyildi ki. Anamsan, başımı tatsan, milyonlar da eşitsin məni. Mən uzaqlara çəkiləcəm. Yeməyindi, içməyindi, hər şeyi verəcəm, amma uzaqlaşacam. Uzaqlaşacam. Mən sözümü dedim. Zor. Ay zor. Mən atmıram. Xeyr, mən atmıram. Amma ona görə yox. Onu atmaya onu boşanıb. O zaten qıraqdadır. O zaten qıraqdadır, amma mən uzaqlaşacam. Səhərə qədər səhərlərə cavab verir Aslan. Əsəbləri pozulubdur. O deyir get barış, bu deyir ben. Niyə qarışırsınız bu işlərə? Onun elətdirdiyi bıçaq çəkibə üstünə. Bıçaq çəkibə üstünə. Mənə demə. O deyir Allah şahididir. Allah şahididir deyilən. Deyil. İradə deyil. Füzulidə də mən yox idim ki yanında. De
də açın deyim hər şeyi. Qışqırmağa ehtiyac ver mənə. Qışqırmağa heç lazım eləmirsən. Qurban olum. Ha 5 dəqiqə otur, qışqırmaqla özü eləyəsən. Var mən sənə deyirəm. Otur sakitləş. Otur sakitləş. Mən dedim ki, mən dedim sözümü. Ay mama qışqırma da deyirəm. Ha qışqırma da. Qışqırma. Hansı bəhanələr qaldı? Qışqırma deyirəm. Qışqırma. Mən sözümü demişəm. Qışqırma. Ceyran xan biraz sakit ol. Sakit ol bacı, sakit ol. Qadan alım. Ha bir qoy cemaat sözün desin. Xahiş edirəm. Sən istənmə günüm. Xahiş edirəm. Sən kənarda dur. Keç sonra. Yerinizi dəyişin onunla. Oğlum, Keç sonra. Sakit. mən icazə ver. Heç kim qarışma. Dönərəm. Zar mənim. Başa dönərəm. Dünənə qədər sənin evində sən aslan o getdi məni qoydular. Maşınsız sizə qurban olum. Mən açıqlayacam hər şeyi. Rastım mənim oğlumu da bu yola dəvət elədin sən. Mən açacam hər şeyi ay gün. Sən bizdən mən istəmirəm. Ne istəyirsən məndən? Bütün dünya car çəkəcəm. Gətirin qoydun Esmiranın evinə. Çıxdınız ikinizdə gecəndə çöldən. Esmir Allah şahidinsə, olsun balalarının canı geçsin. Çıxdım balkona, ağladım, sözün dedi, getdi mi? Dedi, mən dixamdan düş. Dedi mi oğlum, düzün al boyuna. Sonra çıxdım balkona, üsyan eləmədim. Bax sizə deyirəm. Ayrıldıqda da ne istəyirsən? Səsim batır. Mən ayrılmadım və əqidələrim. Aslan. Zahir qurban ol, məni dinlə. Onsuz da mən bir canımdır, ölürəm. Dinmə, nəyə görə bütün dünyanın borç yiyələrini Onun xasiyyətidir o, sən niyə qışqırırsan? Borç yiyələrini, kişinin borcu olar da kişiyə. Düzdürmü? Kimin borcu yoxdur, kimin kreditliləri o yoxdur. Hamının var. Hamımızın var. Sənə görə eləyir. Mən də kredit ödəyirəm. Zahir müəllimin bu dəqiqə kreditim. Əlbəttə. Düzdürmü? Əlbəttə. Hamının var. Yəni demək istəyirəm ki, Ceyran hamısını bilir. düzgünlüyə, hiss edirəm, düzgünlüyə danışın. Allahın xatirinə danışın. Məni balamdan ayıranı Allaha həvalə eləyəcəm. Mənim ahım tutacaq. Oteldə görmürəm. Axşam Elə buna qulaq asmağa gəlmiş. Bir saniyə. Mənə Ceyran, söz ver. sən qarışma. Yox, sözümü deyəcəm. Bir deyəcəm. saniyə. Söz demirsən, Səndən başqa deyirsən, adamlardan başqa deyəcəyəm söz mövzudan yox, sakit ol. Saxla da. Ha, sakit ol. Dinləyəcəm. Burada bir dəfə demişdim. Hə. Bəli. Hamı o sözündən sonra ehtiyat elədi. Hamı o sözündən sonra ehtiyat elədi ki, Aslan demişdi ki, tutduğum əli heç vaxt buraxmaram. Bəli, mən tutduğum əli heç vaxt buraxmıram. Və buraxmayacam da. Az da qalsam, susuz da qalsam, amma buraxmayacam. Vallahi buraxan deyirəm. Aygün, mən nədə əminəm Aygünə? Mən əminəm ki, o dizi övlad olmasa belə daima bu birlik olacaqmı, ya olmayacaqmı? Və mən ona əminəm ki, yəni o içimdə vardı o hissiyat ki, Aygün... Eşidirsən? Ceyran, məni eşidirsən? Evdə bu uşaq aranı... Ceyran, məni eşidirsən? Məni eşidirsən? Məni eşidirsən? Məni eşidirsən? 10-cu dəfə soruşuram, məni eşidirsən? Eşidirsən? Bu uşaq, bu oğlun ona görə ayrıldı ki, söz-söhbət olmasın. Bəlkə də ürəyində... Ben çəkmirik, mən də insanam. Mən neçə gündür yemək yemir. Allah şahididir. Bir saniyə, Şahid mənə verir. bir saniyə. Bu qədər də yox, 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 Yaxşı, bu qədər də yox. yaxşı, kes.
Əsəbləşdirmə. Xahiş edirəm. Səslər gedir də danışıqları. Bəs niyə? Danışırlar axı adamlar burada. Dedi ki, sən acın istəyirsən, gəlib onu qucaqlayırsan. Hələ zakonlu mənim həyat yoldaşımdır. Hələ ki, yəni dokumental həyatım. Mənim ürəyim ağrıyır. Mənim ürəyim yoxdur, mənim ürəyim ağrıyır o insana. Mən səni başa düşürəm. Neyniyim? Ceyran xanım. Allahımız başımız üstündə. Hürmətim var. Amma Ceyran xanım, inciməyin. Siz çox egoist anasınız. Siz özünüzü çox istəyirsiniz. Bəli, inciməyin məndən. İnsanlıqda buradan bizim milyonlar izləyir. Mən Aslanı dinləmək istəyirəm, xahiş edirəm. İcazə verin. Hə, get danış. Get danışa. Ya onun elə ağlamağı xoşdur. Vallahi xoş deyil. Ramazan ayıdır. Lap deyək ki, Ramazan ayı deyil də, insandır da. İnsandır da. Mənə düzdür, deyirlər anamın tərəfində dur, amma 50-50-yədir da. Yəni, nə deyir anadan geç, nə yoldaşından geç. Amma mənə elə gəlir ki, sən Aygündən ayrılmaq istəmirsən. Sən onu sevirsən. Mən həyatımda ilk dəfədir ki, Aslanı sevirəm. O istəyir Aygülü, bəli. Müəllim, dünən maşında biz gedərkən Aslan yola gəlmişdi ki, qızla barışsın. İnanın ki, o evə gedib çatana qədər biz şoka düşdük. Bir konsert çıxdı orada. Az qaldım mən özüm elə maşında. Zaur, mən onun səhərsi günü gəldim, burada məni barmağına doladı. Nə dedi Şamil müəllim onun başını. Mən elə belə biləmədim, görürdüm. Oğlum, mənim balam, Zaurum, bu uşağı tək buraxma. Axırıncı monologu var onun. Çox pis da, bil. Mən yaşamaq istəyirəm sözü çox pis sözdür. Müğayət ol uşaqdan. Nəsə elə. Niyə gəlsən də müğayət oldu? Mənim boynuma niyə qoşuyor hər şeyi? Mənim nə imkan var? Ondan da müğayət ol, bundan da müğayət ol, Əkbərdən müğayət ol, Aslandan müğayət ol, Pərvindən müğayət ol, Aygündən müğayət ol, Ceyrandan müğayət ol, hamıdan Zaurum, hamıdan müğayət ol, birindən də sən müğayət ol. Qardaşım, mənim əlimdən heç nə gəlmir. Sən ondan başa sal. Zarafat eləmirəm. Yox, mən də zarafat eləmirəm. Şamil müəllim, artıq mən də zarafat eləmirəm. Mən də hamıdan müğayət olmaqdan yoruldum artıq. Mənim öz həyatım da var. Başa düşürsünüz? Mən hamıdan nətər müğayət olum? Ay Aslan, mənim balam. Hamısı yekə buğu burma kişilərdir. Özlərlə müğayət olsunlar da. Oğlum, başıma dönüm. Gördün Əkbər nə dedi? Sosial şəbəkədə o günləri mən sənə deyəndə ki, bala, oğlum, gözümün nuru, çıx bu sosial şəbəkədən arvadını, ailə işini müzakirə eləmə. Hərə bir sözdür, gah dedilər, səni döyüb, gah dedilər, sən döyümsən, gah dedilər, hətta sənin ən yaxın dostun Zaurla sənin ara o necə vurdular, o nəsə yazdılar, göndərdilər. Bəli. Özünü döydün, dedilər pisdir, dəlidir. Arvadını döydün, dedilər ki, cinayət işi görür. Səni döyürlər. Yəni adam bilmir neynəsin. Neynəsin bu bə? Ay Şamil müəllim. Bu bədvax oğlu neynəsin? Ay Şamil müəllim. Biz indi burada bir dənə mənəviyyatsızlığın şahidi olduq. Reklamdan Mən indi sonra. bunu efirə